zamanda döyüşlərdə iştirak etmiş Tərtər Ağdərə istiqamətində Qovşan və ona kiçik ərazilərin eyni zamanda strateji yüksəkliklərin və xüsusən də Talış kəndi istiqamətində olan Ağılçıq yüksəkliyinin, strateji yüksəkliyin işğaldan azad olması uğrunda döyüşlərdə iştirak edərək şəhidlik məqamına yüksəlmiş Elmar Nərimanoğlu İbrahimovun məzarını ziyarət edirik, ruhuna hörmət və ehtiramımızı bildiririk. Şəhər İcra Hakimiyyəti başçısı adından, şöbəmiz adından Ümmü xanım, sizə Allahdan səbir gözüm diləyirik, ruhu şad olsun deyirik. Elmar bizim həm də qəlbimizdə Ağılçıq döyüşlərinin qəhrəman şəhidi kimi, döyüşçü qardaşlar kimi qalacaq, daimi yaşayacaq. Elmar da bizim digər şəhidlərimiz kimi Mingəçevir şəhərində 98-ci ildə dünyaya söz açmışdır. 2 nömrəli orta məktəbi məzun olmuşdur və eyni zamanda Peşə məktəbinin qaz qaynaqçısı ixtisasından yiyələnmişdir. Və hər bir Azərbaycan kişi vətəndaşı kimi Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ancaq Elmarın da qəlbi, ürəyi Qarabağ həsrətilə deyilmişdir. Çünki Elmar əslən Ağdam rayonundan idi. Hələ 2017-ci ildə Elmarın bir üç bənddən ibarət bir şeiri var idi. Biz sizi qırarıq ermənilər. 2016-cı ildə, 16-cı ildə, bəli, 18 yaşında. Yəni, Elmar o şeirdə Qarabağa bağlılığını, ermənilərin sizi gözü yaşlı qoyarıq, Qarabağ onsuz da bizimdir, sadəcə biz Ali Baş Komandanın bir əmrini gözləyirik. Yəni, bu kimi, belə deyək, cümlələrdən istifadə etməklə bir şeir yaratmışdır və orada göstərmiş ki, həqiqətən biz